limonu küt bıçaqla kəsirəm və küt bıçaqla kəsdiyimə görə o limonu mən yaxşı kəsə bilmirəm. Suyu başlayır əlimdə axmağa. Əlimdə onun necə axdığını, o limonun necə sıxıldığını görürəm. Mən bunu danışa-danışa artıq sizin beyninizdə o fikirlər məcbur eləyir ki, ağzınızda o su, o şirə ifraz olunsun. Ağzınızda limon yoxdur. Onu ifraz eləyən nədir? Fikir. Bu səsin özündə güc yoxdur. O güc sizin beyninizdədir. Yəni mən bunu sizə danışa-danışa, siz mənim sözümü anlayırsınız və o söz sizin beyninizdə fikirlər yaradır. Onu yaradan mən deyiləm yenə də. Çünki mən yaradan olsam əcnəbi insanın beynində də yaradanam. Bax o fikri beyninizdə siz yaratdığınıza görə ağzınız sulanır. Hansı ki burada limon yoxdur, ağzınızda da limon parçası yoxdur. Bir dənə sadə bir fikrin dəyişməyi ilə insanın əhvalı dəyişir, insanın hissləri dəyişir. Bizim dərdimiz, bizim problemimiz, bizim yanlış hisslərimizin kök hamısı beynimizdə olan fikirlərdir. Sən o fikri tapırsan, o fikri özündə dəyişirsən. Fikirləri düzgün alternativlərlə dəyişə bilsək biz həyata pozitiv olacağıq, güclü olacağıq, motivasiyalı olacağıq. Hər şey o fikirlərdən qaynaqlanır. O fikirləri tapın, sizi bədbəxt eləyən, sizin həyatınızı darmadağın eləyən fikirləri tapın və o fikirləri dəyişin. Sizin nə bir psixoloq ehtiyacınız olacaq, nə kənar bir şəxsə ehtiyacınız olacaq. Və mən bütün kitablarda ötürmək istədiyim bir neçə mesaj var. Mesajlardan biri bizim düşüncənin gücü. Mesajlardan biri bizi bədbəxt edən insanın da özümüz olmağımız. Bizi xoşbəxt edən insanın da özümüz olmağımız. Ötürmək istədiyim bax ən böyük mesaj bundan ibarətdir.